Əziz müəllimlər, bizim bugünkü dərsimiz Azərbaycan Respublikasının ümumi təhsilin dövlət standartlarıdır. Yəni biz dövlət standartları ilə tanış olacağıq. Fikir verdiyimiz ki, ümumi təhsil. Niyə görə ümumi təhsil? Çünki 5 təhsil pilləmiz var və ikincisi ümumi təhsildir. Biz isə öz fəaliyyətimizi, pedaqoji fəaliyyətimizi ikinci təhsil pilləsində davam etdirəcəyik, ümumi təhsildə. Yəni məktəbə qədərin də kurikulumu var, orta ixtisasında var, peşə təhsilində var, ali təhsil pilləsində kurikulumu var. Sadəcə bunlar arasında biraz fərq olduğu üçün ümumi təhsilin biz kurikulumunu ayrıca öyrənirik. Ümumi təhsilin dövlət standartları, yəni dövlətimizin təhsilimiz üçün müəyyən etdiyi standartlar var. Bu standartlar hansılardır? Gəlin baxaq. İlk olaraq gəlir, baxın, ümumi təhsilin məzmunu. Məzmun nədir? Məzmun bizim dərsliklərimizdir, vəsaitlərdir. Yəni uşaqların öyrənəcəyi məlumatlardır. İndi mən sizə sual verirəm. Kitablar necə olmalıdır? Yəni tutalım, kitabda həqiqətən real olsa da, fakt olsa da, uşağın psixoloji durumuna təsir edə biləcək bir hadisəni sizcə orada yerləşdirməlidirlərmi? Xeyr. Onun üçün gördüyünüz kimi yazılıb fizioloji və psixoloji xüsusiyyətlərinə uyğun olaraq. Onların əqli və fiziki, mənəvi, estetik inkişafının müstəqil əmək və təhsil həyatına hazırlanması. Yəni kitablar şagirdlərin yaşına uyğun olmalıdır, potensial imkanlarına uyğun olmalıdır, yəni çalışmalar hər bir potensialda şagird üçün hazırlanmalıdır. Şagirdin milli bəşəri dəyərləri əsasında formalaşdırmalıdır. Şəxsiyyət yönümlülük, şagird yönümlülük, varislik, bu kimi prinsipləri özündə daşımalıdır kitablarımız. Time vəsaitində baxın, 2.1 ümumi təhsilin məzmunundan danışır. Ümumi təhsilin məzmunundan. Dedik ki, şagirdlərin psixoloji durumuna uyğun olmalıdır, onların potensial imkanlarına, onları real həyata hazırlamalıdır. Yəni, yalnız kitablar bilik ötürməməlidir. Buna yanaşı bacarıq da ötürməlidir. Demək, dünyəvilik, şəxsiyyət yönümlülük, şagird yönümlülük, nəticə yönümlülük, varislik, yəni özündən sonraki nəsillərə nəsə aşılaya bilsin, inteqrativlik, digər fənlərlə əlaqəli olsun, bu prinsiplər əsasında hazırlanmalıdır. Daha sonra gəlir ümumi təhsilin idarə olunması. Ümumi təhsilin idarə olunması, yəni ümumi təhsil deyiriksə, bildiyimiz məktəblərdən söhbət gedir. 3-cü maddə. Ümumi təhsilin idarə olunması 3 prinsip əsasında həyata keçirilir. Hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi. Bildiyiniz kimi, bütün məktəblərdə qarşılıqlı hesabat vermə var. Sinif rəhbəri məktəb rəhbərinə hesabat verir, dərs sistem müdürü məktəb rəhbərinə hesabat verir, rəhbər pedaqojada pedaqoji kollektivinə hesabat verir. Yəni, bunlar hər biri qarşılıqlı olmalıdır. Hesabatda da hansı mövzular olur? Yəni, uşaqların aldığı qiymətlər, sinifin nailiyyəti, sinifdə neçə şagird var, neçəsi qızdır, neçəsi oğlandır, neçəsi gedib, neçəsi gəlib, bu kimi məsələlər. Daha sonra məsuliyyətin bölüşdürülməsi. Ümumiyyətlə, məktəbdə məsuliyyət yalnız bir nəfərin üzərinə öhdəliyinə düşmür. Yəni, biz müəllimlər bu məsuliyyəti bölüşdürürük. Yəni, burada da zaten idarə olunmada da prinsip kimi verilib. Və inkişafın monitorinqi. Bilirsiniz ki, monitorinq qiymətləri, yəni monitorinq test üsulu ilə şagirdlərin təhsil nailiyyətlərinin yoxlanılmasıdır. Monitorinqin qiymətləri, yəni nəticələri heç bir məktəb jurnalına, məktəbli kitabçasına yazılmır. Bəs bunun aparılmasının məqsəd nədir? Bunun aparılmasına məqsəd məktəb rəhbərliyinin sinif haqqında məlumatlı olmasıdır və lazım gələrsə, ehtiyac olarsa müvafiq dəyişikliklər etməkdir. Daha sonra gəlirik ümumi təhsilin maddi texniki bazası. Baxın, akt zalları, tibb otağı, bufet, yeməkxana, kitabxana, texnoloji avadanlıqlar, mebel, bunlar hər biri maddi texniki baza hesab olunur. Bəs ümumi təhsilin infrastrukturu nədir? 5-ci maddə. Artıq burada su, istilik, elektrik sistemi, qurğu rabitə, meydança, istilik sistemi bunlara aiddir. Daha sonra gəlir təhsil verənlərin keyfiyyət göstəriciləri. Təhsil verənlərin keyfiyyət göstəriciləri, baxın. Bəli, 6-cı maddə ümumi təhsil sistemində təhsil verənlərin keyfiyyət göstəriciləri. Keyfiyyətli müəllim dedikdə sizin
təsəvvürünüzdə nə formalaşır? Necə bir müəllim, məsələn, arzulayarsa övladınıza dərs keçsin? İlk olaraq şagirdlərlə həssas ünsiyyət qura bilən, doğru rəy verə bilən, əks əlaqə qura bilən müəllimlər, öz belə deyək də, işini peşəkar şəkildə yerinə yetirə bilən, yaxşı dərs keçə bilən, gəlin bunu loru dildə deyim, yaxşı dərs keçə bilən müəllim, savadlı müəllim, düzdürmü? Bunlar bütün keyfiyyətli müəllim anlayışıdır. Gəlin baxaq dövlət standartları keyfiyyətli müəllimlər üçün hansı maddələri müəyyən edib. Ümumi təhsil sistemində çalışan təhsil verənlər ümumiyyətlə dövrün tələbatına uyğun elmi nəzəri biliklərə sahib olmalıdır. Uşaqlarla həssas ünsiyyət qurma və iş bacarığına sahib olmalıdır. Əxlaqi mənəvi keyfiyyətlərə, pedaqoji etika mədəniyyətlərinə, əməkdaşlıq, yəni bu əməkdaşlıq həm öz iş yoldaşları ilə, həm məktəb rəhbərliyi ilə, həm valideynlərlə, həm şagirdlərlə aparılmalıdır. Tədqiqatçılıq, yəni mütəmadiən araşdırmalıdır. Bilirsiniz də, yəni hər bir fəndə yeniliklər olur. Özünü təhsil və idarəçilik bacarıqlarına sahib olmalıdır. Müasir qabaqcıl təcrübələri öyrənməlidir, bəhrələnməlidir və bunu şagirdlərlə bölüşməlidir. İşlədiyi məktəbdə və cəmiyyətdə hörmətli nüfusa sahib olmalıdır. Sağlam rəqabət aparmağı bacarmalıdır. Keyfiyyətli müəllim üçün dövlətimizin müəyyən etdiyi standartlar bunlardır. Və daha sonra gəlir ümumi təhsil pilləsinin təhsil alanlarında olan səriştələr. 3 səriştə var. Baxın, mən göstərim. Demək, 3 səriştə. Təfəkkürlə bağlı səriştə, yəni burada artıq bizim düşüncələrimiz, yaradıcı düşünmə, tənqidi düşünmə, problem həll etmə, problemi necə həll edirik? Bunu da düşünərək həll edirik. Qərar qəbul etmə, yenə düşünüb bir qərara qəbul edirik, onun üçün təfəkkürdür və müstəqil öyrənmə. Daha sonra gəlir 8.2.2 fəaliyyətlə bağlı səriştələr. Artıq burada bizim bacarıqlarımız önə çıxır. Ünsiyyət, əməkdaşlıq, rəqəmsal savadlılıq. Rəqəmsal savadlılıq da bilirsiniz, İKT və ya digər texnoloji vasitələrdən istifadədir. İnformasiya savadlılığı biz şagirdlərimizə öyrətməliyik ki, informasiya yalnız kitabda yoxdur. Bu internetdə də informasiya toplaya bilərik, kitablardan da və yaxud da köhnə jurnal, köhnə qəzetlərdən və yaxud da yaşı çox olan xaladan, dayıdan, nənədən, babadan, yəni informasiya mənbələri müxtəlifdir və maliyyə savadlılığı, yəni şagirdlərə pulu necə xərcləmək lazımdır. Bunu biz balacalıqdan öyrətməliyik. Hansı ki, bəzi insanlar var, deyir, mən alıram maaş, mənə çatmır. Yəni, bu maliyyə savadlığının olmadığından irəli gəlir. Və gəlir dəyərlər. Dəyərlər isə artıq bizim ümumi bəşəri dəyərlərimizdir. Milli kimliyin dərki, milli iftixar hissi, fəal vətəndaş mövqeyi, şəxsi və sosial məsuliyyət, demokratiya və insan hüquqlarına hörmət. Bunlar isə cədvəl formasında daim vəsaitində verilmişdir. Əziz müəllimlər, hər birinin açıqlaması var. Yəni, bunların heç birini biz əzbərləmirik. Sadəcə bunlar verilib bizə, biz dərsi daha yaxşı anlayaq deyə. Daha sonra gəlirik ümumi təhsildə pedaqoji tələblərə. Ən çox situasiya, baxın, bu hissədən düşür. Birinci gəlir pedaqoji prosesin tamlığı. Pedaqoji prosesin tamlığı nədir? Yəni, təhsil, pedaqoji proses bir akademik dərs tam olmalıdır, bir amma, bir əmma olmamalıdır. Tutalım, Nailə müəllim dərsi keçdi, lakin şagirdlərə bunu öyrəndiklərini tətbiq etdirmədi. Deməli, yarımçıq nəsə var. Müəllim gülün əkilmə qaydasını öyrətdi, lakin bunu praktik olaraq göstərmədi. Yəni, burada bir yarımlıq var da, yəni tamlıq bütöv olmalıdır. Həm öyrətici, həm tərbiyəçi, həm də inkişaf etdirici xarakter daşımalıdır. Daha sonra təhsilə bərabər imkanların yaradılması, yəni məktəbin şəraitinə uyğun olaraq, infrastrukturuna, maddi-texniki bazasına uyğun olaraq şagirdlər üçün eyni təlim, belə deyək, səviyyəsi yaradılmalıdır. Yəni, şagirdin biri kompüterdən istifadə eləsin, digərinə deyək ki, yox, xarabdır, belə olmur. Yəni, onların maraq və potensial imkanları nəzərə almaqla biz eyni təlim şəraiti yaratmalıyıq. Eyni maraq və potensial imkanının yaradılması şagird yönümlülük prinsipində də var, əziz müəllimlər. Bu sizi çaşdırmasın. Şagird yönümlülük prinsipində deyir, şagirdin maraqlarına uyğun olaraq onların tələbatlarının ödənilməsi. Yəni, şagirdi tutalım, biz inşa verəcəksə, yəni bir mövzu yox, 5 mövzu və ya rəsm çəkdirəcəksə, bir janr yox, 3-4 janr seçim imkanı verməliyik ki, onların maraq dairələri müxtəlif ola bilər. Şəxsiyyət yönümlülük isə şagirdləri idraki, yəni düşüncələrində, ünsiyyət, onların danışığında və psixomotor, yəni hərəkətlərində onlarda milli bəşəri dəyərlər formalaşdırmalıyıq. Yəni, bayaq dediyim milli kimliyin dərki, milli iftixar hissi, böyüyə hörmət etmək lazımdır.
vətəni qorumaq lazımdır. Bu kimi dəyərləri biz onların həm idraki düşüncələrində, həm ünsiyyətlərində, həm də psixomotor fəaliyyətlərində, hərəkətlərində aşılamaq. Əziz müəllimlər, daha sonra gəlir fəaliyyətin stimullaşdırılması. Fəaliyyətin stimullaşdırılması dillə şagirdə rəy verməkdir. 13.1.6 baxın. Şagirdə rəy veririk, yəni onun fəaliyyətini biz stimullaşdırmalıyıq. İnkişaf yönümlü isə harda qiymətləndirmə gördünüz, harda KSG gördünüz, diaqnostik gördünüz, bu şagirdin nə dərəcədə inkişaf etdiyini və yaxud da hansı irəliləyişlər olduğu üçün aparılır bu qiymətləndirmə. Onun üçün də İnkişaf yönümlü şagirdlərin təhsil nailiyyətlərinin təhlilindən alınan nəticələr əsasında onların inkişaf perspektivlərini ehtiva edən kompleks tədbirlərin həyata keçirilməsidir. Yəni, diaqnostik qiymətləndirmə aparır müəllim və bilir ki, şagird hansı mövzularda zəifdir və kompleks tədbirlər həyata keçirilə bilər. Dəstəkləyici mühitin yaradılması 3 funksiya daşıyır. 13.1.7. Yəni, şagird burada həm təhlükəsiz təlim şəraitində təhsil almalıdır, həm psixoloji olaraq sağlam mühitdə olmalıdır və həm də infrastruktur olaraq şagirdlər tam təmin olunmalıdır. Yəni, belə bir sual vardı illər əvvəl ki, şagirdlərə sual verirlər. Niyə kitabxanadan istifadə etmirsiniz? Şagirdlər cavab verir ki, çünki kitabxanamız dağınıq vəziyyətdədir. Deməli, burada hansı prinsip pozulub? Dəstəkləyici mühit pozulmuşdur. Və inklüziv təhsil biz üçün ayrı bir dərsdir. Bizdə müdavimlərlə biz artıq bu dərsi keçmişik. İnklüziv təhsil fiziki, psixi, intellektual xüsusiyyətlərində və sağlamlıq imkanları məhdud şagirdlərdir. Yəni onların hansısa bir səhhətlərində olan problemindən asılı olmayaraq təhsil bütün uşaqlar üçün əlçatandır və bunun üçün təhsil qanunlarımızda təhsil alma formalarında evdə təhsil, fərdi təhsil, stasionar təhsil tətbiq olunur. Və ümumi təhsilin dövlət standartları ilə bağlı belə bir refleksiya aparmaq istəyirəm. Ümumi təhsilin məzmunu dedik ki, kitablardır. Kitablar nə formada olmalıdır? Şəxsiyyət yönümlü, şagird yönümlü, varislik, şagirdlərin psixoloji xüsusiyyətləri nəzərə alınmalıdır. Onların psixologiyasına təsir edəcək öz təsdiqini tapmayan məsələlər daxil etmək olmaz və potensial imkanları nəzərə alınmalıdır. Yəni, hər səviyyədə şagirdlər üçün çalışmalar, tapşırıqlar hazırlanmalıdır. Və dünyəvilik prinsipi daşıyır. Yəni, şagirdlərdə ümumdünya görüş açısından, yəni geniş məlumat verici olmalıdır. Təhsilin idarə olunması 3 prinsip əsasında aparılır. Hesabatlıq, məsuliyyətin bölüşdürülməsi, inkişafın monitorinqi, təhsildə maddi-texniki baza, infrastruktur, təhsil verənlərin keyfiyyət göstəriciləri dedik ki, təhsil verənlər həssas ünsiyyət qurmaq, sağlam rəqabət aparmaq, daim tədqiqat etmək, müasir təlim texnologiyalarını öyrənmək, bu kimi bacarıqlar olmalıdır. Təhsil alanların səriştələri dedik, təfəkkür, fəaliyyət və dəyərlər cədvəl formasında hazırlanıb vəsaitdə və təhsilin təşkilinə dair tələblər dedik ki, pedaqoji tələblər tamlıq vardır, şəxsiyyət yönümlü, şagird yönümlü, fəaliyyətin stimullaşdırılması, inklüzivlik, inkişaf yönümlü, dəstəkləyici mühit kimi prinsiplər var idi. Bunların hər birini mən danışdım. Belə, yəni əlavə də kitabdan baxa bilərsiniz vəsaitə. Çox maraqlı dərsdir və deyə bilərəm ki, dövlət standartlarında ən sonuncu maddə olan təhsil təşkilinə dair tələblər ən çox situasiya şəklində testdə bizim qarşımıza çıxan maddədir. Təhsilin dövlət standartlarını qətiyyən təhsil qanunları ilə qarışdırmırıq. Çünki təhsil qanunları bizim konstitusiyamızda olan maddələrdir. Yəni tamamilə fərqli maddələrdir. Amma burada yalnız ümumi təhsil üçün müəyyən olmuş standartlardan söhbət getdi. Çox sağ olun əziz müəllimlər. Uğurlar hər birinizə.